Bugün əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi keçirilib. Həmçinin 5-ci ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasından kolleclərə qəbul imtahanı da baş tutub. Xəzər xəbərə danışan abituriyentlər əsasən riyaziyyat fənni üzrə sualları cavablamaqda çətinlik çəkdiklərini bildiriblər. Həyəcan var idi, amma normal oldu. Hansı fən daha çətin idi? Hansı qrupa hazırlaşırsınız? 3-cü qrupa hazırlaşıram. Biraz riyaziyyatda çətinlik oldu, amma bacardığım qədər yazmağa çalışdım. Neçə bal gözləyirsiniz özünüzdən? Bir 150-200 arası. Yaxşı idi, hər şey qaydasındaydı. Neçənci qrupa hazırlaşırsınız? 3-cü qrupun alt qrupuna. Neçə bal gözləyirsiniz özünüzdən? Buraxılışdan hardasa 205 falan gözləyirəm, 100, 205. Çünki keçən illər nisbətən gəlmişəm, tam hazırlaşmamışdım bu il. Blokdan amma qəşəng gözləyəcəm inşallah. Neçənci qrupa hazırlaşırsınız? Mən 5-ə. Neçə bal gözləyirsiniz özünüzdən? 100-120 belə. Hansı fən daha çətin idi, hansı asan idi sizcə? Məncə daha çox ingilis dili biraz rahat idi. Ən çətin riyaziyyat. Abituriyentlərlə bərabər onların valideynləri və yaxınları da həyəcanlı idilər. Balı çatmamışdı, 60-a qədər yığmışdı. İndi yenə verib idman üstünə istəyir düşsün. İnşallah görək də. Nəvəmi gətirmişəm imtahana, 2-ci qrupa hazırlaşır. İndi hal-hazırda imtahandadır. Bundan əvvəlki imtahanda neçə bal yığmışdı? 140. İndi neçə bal gözləyirsiniz? İndi hardasa 240, 220. 3-cü qrupa. Nə bilim, görək də inşallah nə olar. Bugün həm də buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barələrində Dövlət İmtahan Mərkəzinə müraciət edilmiş əvvəlki illərin 11-ci sinif məzunları üçün buraxılış imtahanı da keçirilib. Aynurə Xudaverdiyeva, Vüsal Həşimov, Xəzər xəbər.